Mən də gəlirəm. Yeməyə manqal, ət gətir, manqalı quraq, samavara qalayaq. Elə özüm burada alaram. Artıq kebab manqal çəkəcəm. Qəşəngdir, həyəti, navəsi də var. Biz ancaq bina evində qalmışıq, həyət evinə həsrət qalmışıq. Yağış yağanda oturasan orada, oradan yağış səpəliyə. Ceyran ana gəlməyib? Gəlib, onsuz həyat olar az. Görsüz günahını yudu. Söz gördü. Düyün günahını. Cənnətə düşəcəksən, aydın sən də. Quzu şaqqası, quzu şaqqası. Hövsandır, hövsan. Ayaqam, zək gəldi, eşitmədim. Ya pasorilas razazlilas i zaplakalı. Rostivinliklərə əsəbləşmişdim. Rostivinliklərə əsəbləşmişdim, ağladım, ürəyimi boşaltdım. Sakitləşdim. Hədə gəlin, baxa, Məmmədova, xoş gəldiniz. Yeni gələnlər, xoş gəldiniz. Mən PK eləyirəm, mən yayın açıram. Səbəb budur. Artışın yoxdur, gəldiniz. Gəlir, xəlir. Bura qonaq gəlmişim. Yeni gələnlər, xoş gəldiniz. Ceyran ananın qohumu qalır burada, ora gəlmişik. Ay xanımlar, insanları görüntüsünə görə südif eləməyin. Sarı gəldi. Həyat bacım üçün çox xoşu gəlib. Dedim, quzu şaqqasını gətir, kebab elə. Bu diyetadadır, yemək yemirdi. Gətirsin, eybi yoxdur. Biz yeyirik. 10 payını da mən yeyərəm denə. Qulaq az, kimdir mən tanıyır? Səni çox istəyir, səni bəyənir. Həqi? Hə? Nə atırsan? Tıklama edirəm, deyir onu, bəyənirəm. Hansı səhvədir? Deyir, hansı səhvədir? Bilmir, düzün açıb yəqin ona səhvəni. Salam de, öpürəm mən də onu. Deyir, salonda işləyən qız. Salonda işləyən müdürədir, müdürə. Deyir, səni istəyir görmək. Qız, nə var deyirsən orada? Buna zəlitkə qoydun, gəl görsən. Qız, onlar kimi idi, getdilər belə. Nə qarşı, nə yiyirsən? Kişi yoxsadın, gedi yatda biləsincə. İş yoxsa? Həyət evi hayır deyil. Bir də kəsən gəlirlər sinəyə. Bir işləyir, dostlardır. Sizi qalma. Ben kızımla kalıptalasıyla ben pişirdim. Nə pişirdin? Sabun pişirdim. Arvadın ortalığı biz... Gül xanım, ondan qorxur xanımlar. Aygün də bəlkə də ondan qorxur. Elə bilir ki, diyetaya başlasa acından öləcək. İnanırsan? Biz işlərimiz yola düşdür. Allah haqqı, o qədər fikir, o qədər, o təzəlicən yenə başlayıblar. Böhtanlar, şəhərlər. Vallahi hamdolsun da sabah görüm nə qayırlar. Aç qalmadan arıqlayacaqsan. Yemək ye, narahat olma. Biz artıq sohbet. Ona görə çox qorxurlar. Elə bilirlər ki, ac qalacaqlar. O qədər yeyəcəksən ki, qabağından qalacaq. Qoymuşam deyənə. Əsas
o ara verirsən, orada Yayım. olarsan. Ay, ana, necəsən? Salam, ne Saçın tersen? başın ağarıb tutur, gəl saçını rəhli. Gələrik bugün. Ana, saçın Yatarsın. başın ağarıb dur, gəl saçını rəhli. Gələrik. Canım benim, ne tersen? Sən gözüvə. Nə olub gözüvə? Gözümü aslan adam vardı, onunla dalaştılar. Aslanın qabağına geçtim, vururdular, dəydi mənə. Elə bir Allah'ım. nəsə dava düşübdür, deyildi. Hə. Aygül yox idi orada. Aslanla mən idim, oğlan var idi. Bir nəfər var, sən çoxsa. Bir nəfər var, sən çox istəmirsən, onu zəhlən gedir. O, oğlan. Hə. Yezinə. Bildim elə təxmin elədim. Yox, o yox. Yeznəm burada deyil, yox. Yeznəm deyil, başqa adamdır. Burada masajda olan adamdır. Nəm biraz elə pis adam deyirlər, onları da çox istəyirəm. Prosta anlaşılmamazlıq oldu, arada söhbət oldu, bir-birin başa düşmədən səhvən oldu. Allah var başımın üstə, yalandan deyənmərəm. Ay ana, sən Onu quyruğu necə bilirəm. gözdün? Sən arıq, cəlimsiz şeysən. Hə, mən prosta keçdim aslanın qabağına, atdılar, dəydi mənə. Gözümü bu deyib, buradan partlayıb gözüm. Ay Allah. Hə, o da ki anlaşılmamazlıqdan oldu. Onlar pis adam deyirlər. O ikisi də aslanı çox istəyən adamlardı. Yəni Allah sən ürəyivə görə versin. Yenə də qoruyursan da onları. Sən ürəyindən Allah yoxdur, istəyir. sənin ürəyindən yoxdur. bilirəm. Çinim necədir? Çinam necədir? Yaxşıdırmı? Yaxşıdır ana, yaxşıdır. Hə, öpürəm onu. Mənim yerimə öpərsən evə gələndə. Baş üstə, baş üstə. Başım var olsun, gözəlim mənim, canım, qızım mənim. Flora xanımın evindəyik. Gəl rəhliyin saçları var. Hə, ağarısı. Qoy indi gəlib gələrik. Gələrik. Ondan sonra hər gün salondayım. Gəl rəhliyim. Yox. Gələrəm. Nəsə qız götürmüşəm işə. Deyir gəlsin mən Gəldən sən saçı da keçəcəm, qaşığı da alacam, kraskağı da qoyacam. Can, Allah sizi xoşbəxt eləsin. Sən gəl, mən özüm sənin üçün eləyəcəm. Biraz gözüm sağalsın, biraz ağrıyır gözüm. Biraz sağalsın gəlin. İnşallah. ana sən gəl taksi pulun da mənlik gəl. Can, ürəyimsən, ürəyim, laləm mənim. Laliçkam mənim, laliçkam. Taksimi vurum gəl. İndi yox hələ. İndi bura gəlmişik, Flora mənim qohumumdur. Gəlmişik, onlar bağ evinə gəlmişik, Hövsala. O da sabah Onun saat yanı- tezliğinden 10'da 11'de gəl, saçımı başımı düzəldik, buradan da verilişə gedərsən. Sabah Hə, yox. gündür. Sabah tezdəndən gəl, saçımı başımı düzəldək, buradan da gedərsən verilişə. Yaxşı, gələsi olsun, xəbər eləyəcəm sənə. Sənin gözün niyə belədir? Hə, gözüm ağrıyır, ona görə deyirəm ki, biraz sağalsın. Biraz ağrısı geçsin, gəlin. Yerə eləyəməyəcəm. Onun matı var, alsın onu çəksin, bu üçün. Aptekdə 70 Bandaj. qəpik idi. Yox, göz üçündür, gözün göyərmək üçün 70 qəpik idi. Alsın çəksin gözünü onunla. Salam, yeni gəlinə xoş gəlmişsin. Ürəyim ağrıdı, ay Allah. Nə biləyim, burada moderatorluq ver. Boçanda nə orada? Burada. Mənə də dedilər ki, sizi əməliyyat eləyiblər, ona görə. Söz yazmayana. Yox. Bir də bunun yazanı. M035-i. Hə, açıq söz yazıb, at səs sizə. Deyirəm, atma. Hə, onda gəl bir şey yaz, eləmişdim axı moderator. Ay moderatorlar, bir dənə çətə fikir verin. Klienti qarşıla, dur. Bir dəqiqə. Açıq söz yazanları atırsın sizə də. Gözümə müalicə yazıb, indi müalicəm qutaracaq, gedəcəm. Sağalsın sənin gözlərin. Hə, Allah köməyin olsun, Ay ana, Allah gəl balanı öpüm olsun. gözlərin sağalsın. Canım mənim. Ürəyimsən, ürəyim. Ürəyimsən. Sən bilsən mən səni nə qədər çox istəyirəm. Allah'ın olsun. Dərsən, mənə əsəbləşdirmişdilər, ana, ağlayırdım, inansan. Burnumun qızartısı hələ Niyə? getməyib. Hiss.
Hirsimdən Kimə ağlayırdım, səbləşdirdin? Acil öldü də. Onunla Kimə pek eləmə, səbləşdirdin? bununla danışma. Ora Niyə? getmə, bura getmə, qohumlar. Amma ehtiyacım olanda heç biri yanımda yoxdur ya. Ancaq göstəriş versinlər, əmr versinlər. Ay sağ ol. Ancaq mənim həyatıma burunlarını soxsunlar. Heç kim sənə heç nə deyə bilməz. Hamısının cavabını verərəm mən. Məni bir ayda tanıyırsan da ana, mən bir nəsə tərbiyəsiz, ya bir əxlaqsızlığımı, ya bir özümü aparmamağı evimdə də qalmışsan. Yox, yox. Estağfurullah, estağfurullah. Heç vaxt, heç vaxt. Sən bir tanəmsən. Mən səndə bir mənfilik görsəm, heç sənə salam vermərəm. Mən hər adamı seçmirəm, hər adamı ürəyimə qoymuram girə. Sən mənim ürəyimsən. Mən də deyirəm də, mən deyirəm əgər bu qədər mən pis olsam, bu qədər analar məni çox istəyər, bu qədər insan məni sayar, seçər, yanıma gələr. Yox, yox. Çox sadə, qəlbi təmiz, ürəyi təmiz bir qızsan sən. Sən heç kim heç nə deyə bilməz. Lap qohum olsun, kim olur olsun, kimliyindən asılı olmayaraq mən ona cavab verərəm. Sənin kimi mədəni, adamı gözəl başa düşən bir dənə sənsən. Bir dənə video paylaşıram da, hə? Bir dənə video paylaşıram. Orada 100 nəfər yaxşı mesaj yazır da. Deyir, qızım, səni çox istəyirəm, səni izləyirəm, sən belə, sən elə. Gəlir ora bir dənə bir səviyyəsiz pis bir mesaj yazır. O 100 dənə mesajı qoyurlar qırağa, o bir dənə pis mesajı. O bir dənə pisliyi götürürlər. Bizim millətin adətidir də elə. Allah deyirəm, bəs məni bu qədər analar çox istəyir, bu qədər mənə dəstək olurlar. Bir də bu qədər insan mənim yanımdadır. Onları niyə demirsiniz? Harada pis şey var, gəlirlər, onu mənə göstərib qanımı qaratmağa çalışırlar. Vədiyinə görə qoymuşlar. Fikir vermə. Fikir vermə heylə şeylərə. Görməməzlikdən gəl. Ürəyan salma. Bir pis yüz yaxşını aparır. Ay sağ ol, ay sağ ol. Komentariya, bax, video paylaşmışam. Baxıram ki, 99'dan %99 nəfər hamısı qəşəng mesaj yazıb, smiley atıb, biri yazıb pozitivsən, biri yazıb maşallah arıqlamısan. Bu axırıncı videoma görə. Bu axırıncı paylaşdığım video var. Ona görə məni bura yığıblar da, buradayamışım. Fikir vermə bilir ki, mən arıqlayıram, diyetə saxlayıram, həkimlərlə bir dəqiqə bircə iş idmana girəm. Paylaşmalıyam, arıqlamışam, yoxsa arıqlamamışam. Görüb də həvəslənirlər. Nə bilim, bilmirəm, valla. Dəli olur, çıldıracağım. Ləman demiş, çıldıracağım. Tutulur ha yenə gözün ana. Gözün tutulur. Yox. Acını çağır gəlsin şeyə qoşsun. Ay gözü tutuldu yenə. Ay bunu deyirdim sizə ay qızlar. Ay belə gözü yumulur, tutulur. Belə eləyib açıram. Əlinlə belə açır, belə. O bir neçə saat. Doktorum baxdı, dedi ki gözündə problem yoxdur da. Qapaqlardadır problem. İndi ona görə iynə vurulacaq, botoks elənəcək iynə ilə. Xəlil doktorum baxdı. Götürdü ki, getdim, yoxlandım, aparatdan keçdi. İndi müalicə yazıbdı. Biraz müalicə, o həmən dərmanları istifadə edirəm, ay gün tökür gözümə. O qutaranda gedəcəm, iynə ilə düzəldəcək gözlərimi. İynə vurulacaq gözlərimə. Botoks da göz elənəcək. Yoxsa belə görmürəm də. Elə bir kley kimi yapışır, kirpiklərimi dartıram, heç nə görmürəm. Qaranlıq dünyada qalıram. Elə bir zülmət yerdəyəm. Mən gözün elə olanda. Ana, sən gözün elə olanda bir sən nətər olur? Yumulur, bürüşür, gedir, bura girir. Bütün kipriklərin hamısı bir yerə topalanır, bura. Qırışır. Bax elə olur. Gedir içəri tərəfə görür. Ay sağ ol, Bura.
Hə, elə olur. Mən görmüşəm də necə olur. Elə bir getdiyim yerdə tutulur riski, ya yıxılıram, ya dəyirəm harasa.